əlbəttə mümkündürmü ki, bir insan qəbr əzabı görməsi? Mümkündür. Pak yaşayıb, təmiz yaşayıb, niyə də qəbr əzabı görsün ki? Elə birbaşa da gedir, qəbirdən də gedir. Ayə yadına işləyir. Səlamun əleyyə, yevmə vulidtu, yevmə əmutu, yevmə ub'əsu həyyə. Həm dünyada mənə salam olsun, həm bərzəxdə mənə salam olsun, həm qiyamətdə mənə salam olsun. Salam yəni salamatçılıq. Bərzəx, hələ qəbirdə bərzəxdir də. Yəni, həm qəbrim salamatlıqla keçsin, həm dünya həyatım, həm ahirətim. Bu salamatçılığın da yolu haradan gəlir, keçir? Allah Teala Quran-ı Kərimdə qədirdə nə deyir? Buyurur, Səlamun hiyə hətta mətlə'il fəcr. Nə yaxşı olar ki, o anların salamatlığını insan bir ömrün salamatlığına çevirə. O salamatlıq qəlbinin təsir göstərə, qəlbi deyişə. Quranda bir ayə var. Ayə nədir? Buyurur,